Allah'ın salamı olsun aziz izleyicilerime. Bugün April ayının 27'sidir. Hamınız məndən soruşursunuz ki, biz açıq sahaya nə vaxt ştil verək? Mən də cavabında yazıram ki, torpağa 15 dərəcə isti düşəndən sonra bu ştilləri əkmək olar. Onda siz mənə sual verə bilərsiniz ki, biz nə üçün sən əkmisən? Onu da deyim ki, mən əvvəl bu cür qablarda ştilləri yetişdirmişdim. Deməli, bu ştilləri yetişdirəndən sonra belə hesab eləmişdim ki, havalar aprel ayının əvvəlinə normaya düşəcəklər. Artıq əfsus olsun ki, normaya düşmədi, soyuqlar başladı və ştillər uzanmağa başladı. Uzanmağa başladıqdan sonra bu cür əkmişdim. Bu ştillər idi ki, bu ştillər həddindən artıq uzanandan sonra gördüm keyfiyyətini itirirlər və bunları əkdim. Əkəndə də neylədim? Məcburiyyət qarşısında qaldım. Şırımı çox dərin elədim. Şırımı dərin eləyəndən sonra şırımın içində bir hala qazdım. Onun torpağını çıxartdım və müəyyən qədər isidilmiş, başqa yerdən qarışdırılmış mümbit torpaq gətirdim, tökdüm ki, müəyyən qədər istilik olsun və ona həmin o torpağa isti su verdim. İsti su verəndən sonra, müəyyən qədər soğuyandan sonra ştilləri qoydum ora. Ştilləri qoyandan sonra təxminən 5 gündür ştilləri bura qoymuşuq. Ondan sonra belə putulkalarda axşamlar bu putulkaları deməli örtürük, putulka ilə bu ştilləri səhər götürürük, axşam örtürük, səhər götürürük və bunları yığırıq bura. Bu deməli bu şiş məftil ona görə qoymuşam ki, külək həmin putulkaları apara bilməsin. Bu da məftillər qoymuşam. Həmin putulkalar deməli götürülməsin. Deməli onu da deyim ki, bu isti havalarda, soyuq havalarda bəs nətər eləyək ki, bu ştillər stresə düşməsin. Adətən soyuq havada ştillər əkiləndə həm stresə düşürlər, həm də ki yaxşı inkişaf eləmirlər stresə düşdükləri üçün. Sizə adi bir misal gətirim. Burada bu xiyar ştilləri görürsünüz. Xiyar ştilləri əkmişik. Onu da deyim ki, mən indiyə qədər bunlara ancaq su vermişəm. Onu da sizə deyim ki, hamınız biləsiniz, mən bu videonu ümumiyyətlə çəkirəm o insanlar ki, çünki onların kiçik bir sahası var. Böyük sahalarda olan insanlar öz əkinlərin qaydalarını da bilirlər, onların dərmanlamağını da bilirlər, hər şey bilirlər. Amma xırda bir təsərrüfatı olan insanların əli nə dərman almağa çatır, nə imkanı yoxdur. Ona görə mən demək istəyirəm ki, bunları göstərirəm ki, o xırda təsərrüfatlar üçün. Əziz izləyicilərim, biz bu ştilləri əkəndən sonra indi bunlar stresə düşməsin deyə bu gördüyünüz bu dərman yantarni kislata deyirlər buna. Buna kəhraba turşusu. Bu adi apteklarda tabletka şəklində olur. Bağçılıq dükanlarında belə paket şəklində. 2 qramdır bunun birində. Bu indi 3 dənədir burada. Deməli 3 dənədir. Bu 6 litr su üçündür. Deməli hər 1 litr suya 1 qram hesabı ilə 1 litr suya 1 qram hesabı ilə veririk və onu da deyim ki, bu ştilləri mən indiyə qədər yenə də deyirəm ilıq su ilə suvarmışam. İlıq su ilə suvarandan sonra deməli, əgər soyuq su ilə suvarsaydım bunlar tamamilə stresə düşərdilər. İlıq su ilə suvarmışam. İndi bu bitkiləri stresten çıxartmaq üçün istəyirəm ki, bu 6 litr üçündür. Bu deməli hərəsində 2 qram olmaqla 3 dənədir. 6 litr üçündür. Bunu müəyyən qədər bu bitkilərə kömək eləsin deyə bu yantarni kislatanı bugün verəcəyəm. Qaldı ki, əgər kimdə bu yantarni kislata yoxdursa, kəhraba turşusu yoxdursa,
aptekdən də ala bilmirsə, çox insanlar mənə müraciət edirlər. Məsələn, dərman tapa bilmirlər və yaxud heç almağa imkanları yoxdur. Mən o insanlar üçün bu videonu çəkirəm. Yoxsa böyük təsərrüfatlar öz işlərini bilirlər. Santarnik kisləti əgər yoxdursa 150 qram şəkər tozu 10 litr suya qatsınlar və müəyyən qədər bitkilərin stressdən çıxmasına və soyuğa davamlılığını, müəyyən qədər şitillərin soyuğa davamlılığını artırdığı üçün 150 qram şəkər 10 litr suya qatıb verə bilərlər. İndi mənim dediklərim bu qədər. Sağ olun, gələn görüşlərə dək.